Bu videoda e-sənəd proqramının funksiyaları və onların istifadə qaydasından danışacağım. Əvvəlcə verici saytına daxil oluruq. Gördüyünüz kimi burada e-sənəd və toplu qayma butonları yaranır. Keçirik qaymələr və göndərilənlər səhifəsinə. Buradan hər hansı bir qaymə seçirik. Məsələn bu. E-sənəd butonuna toxunuruq, hesab faktura vururuq və sənəd yüklənir Excel fayl. Daxil oluruq ora. Bütün məlumatlar daxil edilib və hazır çapa uyğun. Sadəcə burada hesab faktura nömrəsi, təhvil təslim nömrəsi dəyişilir. Sonra növbəti təhvil təslim aktı. Və qiymət razılaşma protokolu. Hamısı tam hazır vəziyyətdədir. Bundan əlavə toplu qayma funksiyamız da mövcuddur. ƏDV ödəyicilər üçün vurduq və onun şablonunu yükləyirik. Şablonda bir müştəri üçün bir neçə mal daxil edə bilərik və yaxud da 10 müştərinin qayməsini daxil edə bilərik ardıcıllıqla. İstifadə qaydası burada necə doldurulmalı olduğu göstərilib. Oradan baxa bilərsiniz. Faylı yükləyirik. Emal et dedikdə bütün qaymələr qaralama bölməsinə düşür. Bundan əlavə e-sənədlərdə bank məlumatlarına daxil olub bankımıza əlavə edə bilərik. Hansı ki, həmin sənəd, həmin məlumatlar hesab faktura bölməsində daxil olunur. Bir neçə bank hesabı varsa, buradan əsas bank seçə bilərik.